Əziz xanımlar, bugün sizlərə danışacağıq vacib bir məsələdən, yəni qadınların orqazm ola bilməməsindən. Bilirsiniz ki, bizim orqazm ola bilməyimiz üçün vacib olan orqan klitorisdir. Klitorisin iki hissəsi var. Birinci hissə xaricdə, yəni ələnə bilən hissəsi. İkinci hissəsi isə vaginal genital orqanımızda olan uşaqlıq boşluğunda yerləşən hissəsidir. Bəzi xanımlar bizə müraciət edirlər ki, doktor, biz klitoral olaraq orqazm ola bilirəm, lakin vaginal olaraq orqazm ola bilmirəm. Bu da onların çox normal haqlarıdır ki, hüquqlarıdır ki, hər bir qadın vaginal olaraq da orqazm ola bilmənin həzzini yaşamalıdır. Vaginal orqazm ola bilmək üçün G nöqtəsi dediyimiz nöqtəni oyatmaq lazımdır. Yəni buradakı sinir uclarını oyatmaq lazımdır, qan dövranını gücləndirmək lazımdır. Cinsi əlaqə zamanı, yəni vaginal orqazmın baş verməsi üçün cinsi əlaqə zamanı sürtünmə nəticəsində orqazm ola bilirik və biz o nöqtəni oyatmaq üçün unikal və tez təsir göstərən bir metoddan istifadə edirik. G-shoot, yəni orqazm peyvəndi. Burada istifadə edə bilərik PRP-dən və eyni zamanda da hyaluron asid tərkibli dolğulardan, yəni gellərdən. Hər ikisi çox yüksək səviyyədə təsir göstərir, həzz almağa və orqazmı maksimum həddə çatdırır. Eyni zamanda da qalıcılığı çoxdur və 2 həftə və yaxud 3 həftə ərzində öz təsirini də pik həddə göstərir.